Salam, 250 saniyə baxırsınız. Fevralın 2-də Azərbaycan İnsan Hüquqları Evində Avropa Şurasının qış sessiyasında iştirak etmiş bir qrup QHT təmsilçisi mətbuat konfransı keçirdi. Tədbirdə QHT təmsilçiləri Aşbada keçirdikləri görüşlər, bu sahədə mövcud problemlər və vəziyyətin yaxşılaşdırılması istiqamətində vətəndaş cəmiyyəti qurumlarının görməli olduqları işlər ətrafında mülahizələrini bölüşdülər. Tədbir iştirakçıları Aşbada rastlaşdıqları bürokratik əngəllərdən danışdılar. Məruzəçilərlə bağlı onlar bizi şoka saldılar. Vüqar bəy, bir neçə nəfər biz Qrexlə görüş üçün almaq üçün az qala qapısının ağzında keşik çəkirdik. Normalda onlar bizlə görüşə cəhd eləməli idilər. Bizlə informasiya əldə eləmək üçün bizlə görüş istəməli idilər. Amma biz Qrexlə görüşmək üçün qapısında keşik çəkdik. Vüqar bəy dayanırdı orada, Qrex oraya gedirdi. Gedirdi oraya, qaçırdı, gedirdi o pis otağa. Yəni, bu çox pis bir şey idi. Fevralın 2-də səhər saatlarından Dövlət Bayraq Qülləsinin yaxınlığındakı 9 mərtəbəli binanın sakinləri evakuasiya olundular. Sakinlərə saat 5 radələrində bildiriblər ki, Bayraq Qülləsində problem var, ona görə hamı təcili olaraq evindən çıxmalıdır. Bayraq meydanında ucaldılan bayraq səhər saatlarından indirilib. Fövqəladə Hallar Nazirliyinin əsgərləri, zabitlər, təcili yardım maşınları əraziyə gətirilib. Hadisə ilə əlaqədar Bakı şəhər Sabahir rayonu icra hakimiyyəti məlumat yayıb. Məlumatda bildirilir ki, fevralın 2-də gecə saat 3 radələrində güclü küləyin əsməsi nəticəsində texniki xidmətlər tərəfindən titrəmə halları müəyyən edilib. 6:30 radələrində isə dirəyin titrəyişinin nizamlandığı bildirilir. Fevralın 2-də Dünya Azərbaycanlıları Konqresi İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib. Bugün İran mətbuatında Azərbaycanın daxili işlərinə qarışılır. Azərbaycanın dövlət atributları təhqir olunur. Azərbaycan xalqının mənəvi, mədəni dəyərləri gözdən salınır. Üstəlik bizim bütün mədəniyyətimiz İran adına çıxılır, onu da dünya Persiya adına qəbul edilir və İran getdikcə farslaşdırılır və biz 35 milyon xalqın bütün hüquqları ayaq altındadır. Polis kordonu aksiya iştirakçılarını səfirlik binasına yaxınlaşmağa qoymayıb, əllərindəki plakatları alıb. Aksiyada Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun kimi şüarlar səslənib. Aksiya iştirakçıları öz bəyanatlarını jurnalistlər qarşısında səsləndirəndən sonra onu səfirliyə təqdim ediblər. Bundan sonra dinc aksiya dağılıb. Gürcüstan prezidenti Mikhail Saakashvilinin anası Giuli Alasanya Bakıdadır. Fevralın 2-də xanım Alasanya Diplomatik Akademiyada Türkiyə-Azərbaycan Gürcüstan münasibətlərinə dair mühazirə söyləyib. Bütövlükdə regionla bağlı bilgilərini bölüşüb. Mühazirədən sonra Giuli Alasanya Azadlıq Radiosunun son vaxtlar ərəb ölkələrində baş verən hadisələrlə bağlı suallarını da cavablandırıb. Açığı, mənim üçün ərəb ölkələrində son vaxtlar baş verənlər gözlənilməz idi, xüsusilə də Misirdə. Amma bununla belə ümid edirəm ki, məsələ yaxın vaxtlarda həll olunacaq. Hər halda orada insanların xoşbəxt olmadıqları bu hadisələrdən aydın görülür. Bütün bunlar zəncirvari hadisələrə oxşur. Əvvəl Tunis, sonra da Misirdə baş verməklə dalğa şəklində gəlir. Şükürlər olsun ki, Azərbaycanda belə hadisələrin baş verməsi ehtimalı yoxdur. Vaxtilə heyvan qəbirstanlığı olan Qırlı Göl indi dövlət qoruğudur. Bu ərazi təxminən 200 min il əvvəl mövcud olmuş Qırlı Gölün bir hissəsidir. 1982-ci ildən bura Azərbaycanın qədim fauna və flora qəbirstanlığı dövlət abidəsi elan edilib. Ərazi əbəs yerə qəbirstanlığı adlandırılmayıb. Belə ki, içməli su kimi görünən göl nəsli kəsilmiş heyvanlar üçün ölüm yuvası olub. Qıra yapışmış heyvanlar asan yem kimi digərlərini də gölə cəlb edib. Bu yolla həmin ərazi daim öz qurbanlarının sayını artırıb. Bunu 1938-ci ildən gölün kiçik bir hissəsində aparılan tədqiqatlar zamanı aşkarlanan çox saylı heyvan skeletlər də sübut edir. Geologiya İnstitutu ərazidə yenidən tədqiqatlara başlamağa planlaşdırır. Sağ olun, saati dəyişməyin.